Mayın 23-də Suraxanı rayon icra hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəşad Hacıyev, Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, Mərkəzin Mülki Müdafiə İdarəsinin rəisi Polkovnik Rəşad Quliyev və Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə xidmətlərinin əməkdaşları, rayon icra hakimiyyəti başçısının şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, qəsəbə bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin mənzil kommunal istismar sahələrinin rəhbərləri iştirak etmişlər. Müşavirəni giriş sözü ilə açan Rəşad Hacıyev tədbir iştirakçılarını salamladıqdan sonra Suraxanı rayonunda bu sahədə mövcud vəziyyətdən danışaraq bildirdi ki, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, baş vermiş təhlükəli hadisələr zamanı insanların axtarışı və xilas edilməsi istiqamətində aparılmış işlərin təhlili son illər Fövqəladə Hallar Nazirliyinin digər dövlət strukturları ilə birgə səyləri nəticəsində sularda həlak olma faktlarının xeyli azaldığını, insanların təhlükəsizliyinin təmin edilməsi məsələlərinə həsr olunmuş müşavirələrin öz səmərəsini verdiyini göstərir. Daha sonra Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür. Bundan sonra tədbir proqrama uyğun olaraq bu sahə üzrə müxtəlif mövzular ətrafında məruzələrlə davam etmişdi. Belə ki, kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə Dövlət Xidmətinin İstismarına Nəzarət Şöbəsinin inspektoru, Daxili Xidmət Baş Leytenantı Hikmət Müseyibzadə su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədi ilə çimərlik sahələrində görülən işlər, Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Suraxanı rayon bölməsinin müdiri Leyla Qurbanova, çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Arzu Quliyeva, dəniz suyunun təmizlik vəziyyəti, Suraxanı rayon polis idarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru, polis mayoru Elsəvər Qurbanov, çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti mövzuları ilə çıxış etmişlər. Sonra müşavirəyə Rəşad Hacıyev yekun vuraraq səslənən və diqqət çəkən problemlərin, söylənən fikirlərin, verilən tapşırıqların gündəlik işdə öz əksini tapacağına və onların yüksək səviyyədə yerinə yetirilməsinə rayonun aidiyyatı idarə rəhbərlərinin səy göstərəcəyinə inandığını bildirmiş, eyni zamanda bu ilki yay mövsümünün həm Suraxanı rayonunda, həm də paytaxtın digər çimərliklərində fövqəladə hadisələrsiz keçməsini və əhalinin rahat və təhlükəsiz istirahət edə bilməsini arzulamışdır.